Selamun Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Deməli bu səhifə rəddiyə hazırlamaq istəyib mənim üçün, amma rəddiyədə cavab gəlməyib. Çünki rəddiyədə yazıb ki, ilk olaraq gətirdiyin hədisdə Resulullah sallallahu aleyhi və səlləm birinci Resulullah'dan adından sonra onun məqamını şəninə uyğun demək lazımdır. Bunu öyrənməyinizi sizə tövsiyə və əmr edirəm İslam adından. Əli açıq namaz qıldı kimi bir cümlə yoxdur. Bu sənin çıxarmandır. Və o hadisədə bu məna olmadığı kimi Resulullah'ın sallallahu aleyhi və səlləmin yenə də yazmamısan, eybi yox. Əslində eybi var, özü çoxdur. Namazda əlləri bağlı namaz qıldığı ilə bağlı səhih isnadla hədislərimiz var. Hətta biz hədisə baxanda görürük ki, Məlik, Əhməd, Buxarıda 740-cı hədisdir. Sonra yazıb ki, hətta bu hədislərdə kifayətlənməyərək Resulullah sallallahu aleyhi və səlləmin yenə də yazmamısan. Namaz qılarkən əlləri açıq namaz qılmağın qadağan etməsi ilə bağlı səhih isnadla həvslərimiz var. Yəni ki, hədislərimiz yazmaq istəmişsiniz. Sadəcə mənə rəddiyə vermək istəyəndə həyəcanlı olmuşsunuz. Eybi yox, keçirəm bu səfər. Onda belə çıxır ki, əli açıq namaz qılmaq qadağan olursa, onda sizin 4 məzhəbinizdən biri Maliki məzhəbi əli açıq namaz qılır. Və siz deməksiniz ki, Maliki məzhəbi namazı batildir. Bəs deyirsiniz 4 haqq əqidə var, 4 haqq məzhəb var. Bir məzhəbin əgər namazı batildirsə, o haqq ola bilməz. Nəsə. Əbu Bəkir İbn Əbi Şeybədən gətirmişsən, yenə həmənki istinad, yenə Əhmədin müsnədi. Və biz Əhməd İbn Həmbəli müsnəd əsərindən dəlil təqdim edəndə onu qəbul eləmirsiniz. Nəsə bu heç. Əsas Buxarıya baxaq. Buxarıda hədis təqdim etmişsiniz, 740-cı hədis. O hədisi zaten mən də təqdim etmişəm Rəşad Hümbətova və sual vermişəm ki, hədisin ləfzi bu cür nədir ki, insanlara əmr olundu ki, namaz qılan kəs namazda sağ əlini sol əlinin üstünə qoysun və yaxud ki, biləyinin üstünə qoysun. Sual budur, əmr edən kimdir? İsmail Əl-Buxari, sizdə Qutub-ı Siddə deyilən anlayış var, 6 mötəbər kitab və 6 mötəbər kitabın 2 kitab var ki, Şeyxeyn deyirlər, yəni Buxari və Müslim. Buxarıda bir dənə hədis var, əli bağlı haqqında, o da ki, insanlara əmr olundu. İnsanlara əmr olundusa, demək ki, insanlar əli açıq namaz qılırdı və əmr edən də Ömər ibn Xəttabdır. Yaxşı, insanlar əli açıq namaz qılırdılarsa, Ömər də bunu əmr eləyirsə, onda belə çıxır ki, Peyğəmbər namazını yaddan çıxartmışdılar, unutmuşdular. Hələ Peyğəmbər təzə dünyasını dəyişmişdi. Və Əbu Bəkir əli açıq namaz qıldırırdı bəyəm, yoxsa necə? Və başqa sual çıxır ortaya. Sizdə hədis də var ki, Amir el-Mu'minin əleyhissalam xəlifəlik vaxtı namaz qılarkən cəmaət Peyğəmbər namazını xatırlatdı. Niyə? Çünki bu cürlə sizdə özünüz də etiraf etdiyiniz kimi fitnə fəsada olduğuna görə. Və mən bir hədis təqdim etmişəm. Həmin hədisdə buyurulur ki, səhifəmdə izləyə bilərsiniz. Deməli, Əbu Hümeyd dedi, mən sizin aranızda Allah Rəsulü sallallahu aleyhi və səlləmin namazını ən yaxşı bilənəm. Onlar dedilər, buyur izah et. Əbu Hümeyd dedi, Allah Rəsulü sallallahu aleyhi və səlləm namaza qalxanda əllərini qaldırardı. Çiyinləri ilə eyni səviyyədə gətirərdi. Sonra təkbir deyərdi. Sonra bədəni tam şəkildə düz dayanardı. Yəni qiyam halında dayanardı. Əli qarnına qoymaqda qiyam halını pozur. Hər bir sümük öz yerinə qayıdardı. Əli qarnına qoyanda sümüklər öz yerinə qayıtmır. Sonra Quran oxuyardı. Sonra təkbir deyib yenə əllərini çiyinlərinin səviyyəsinə qaldırardı və rüküyə gedərdi. Əllərini dizlərinin üzərinə qoyardı. Belini düz saxlayardı. Başını nə sağa, nə sola, nə də yuxarı qaldırardı. Sonra başını qaldırar və deyərdi, Səmiyallahu men hamidə. Sonra yenə əllərini qaldırardı, çiyinlərinin səviyyəsinə qədər və tam düz dayanardı. Sonra Allahu Ekber deyib səzdəyə gedərdi. Səzdədə dirsəklərini böyürlərindən aralı saxlayardı. Sonra başını qaldırar, sol ayağını qatlayıb üzərinə oturardı.
buna kimi incəlinə kimi deyib, amma əlinin qarnına qoyulmağı yoxdur burada. Səzdə edərkən ayaq barmaqlarını açıq saxlayardı, sonra yenə səzdə edərdi, sonra Allahu Əkbər deyib qalxar, yenə sol ayağının üzərinə oturardı, ta ki bütün sümüklər öz yerinə qayıdana qədər. Sonra digər rəkətdə də eyni şəkildə edərdi. Rəvayətin sonunda deyilir, onlar dedilər, düz dedin, Allah Resulü sallallahu aleyhi və səlləm namazı belə qılırdı. İndi əziz şəxsiyyət, əziz insan, burada barmaqlarının aralı olmağı deyildi, başın tərpənməməyi deyildi, qiyam halına durmağı deyildi, əlin qarnına qoyulmağı deyilmədi. Bu hədisdə sizdə təvatür yolu ilə gəlib çatmışdı. Gələn dəfə inşallah ki, rəddiyyəni hazırlayanda sualıma cavab olaraq hazırlayın və bu tipli dırnaq içində rəddiyə hazırlayıb özünüzü rüsvay etməyin. Mən sizin öz əqidə kitablarınızı oxumağa dəvət edirəm. Sədəqallahu aliyul azim, ələnətullah xəyalil qövmə zalimin.